Hafiz bəy, mən çox yaxşı xatırlayıram ki, bizim efirimizdə dəfələrlə, yəni tək bizim efirdə yox, digər efirlərdə də deyirdiniz ki, Ramiz Mehdiyevin bağında toplantılar keçirilirdi, tədbirlər görülürdü, Rusiyanın əmrləri yerinə yetirilirdi, buradan təşəbbüslər gedirdi. Bax, onlar kimdir? Bəlkə onlar yavaş-yavaş adlarını açmaq vaxtıdır. Mən həmişə açmışam, elə burada da açmışam, sizin arxivdə də var, bunu göstərmək mümkün olsa bir də göstərərdik. Ayın xanım, yay aylarında mən bu studiyada da başqa telekanallarda adını çəkib reklam eləmək istəmirəm. Elə olsun Müsavat telekanalında, ondan sonra Reaksiya TV-də, Media Türkdə, sizdə elə ən çox sizdə. Mən dəfələrlə demişəm ki, bunlar Novxanı bağlarında çevriliş etmək istəyirdilər. Nə qarıdılar Ayın xanım? Mən gözümlə görmədiyimə inanmıram. Mənə dedilər ki, belə-belə. Sözün düzü də, indi burada bunu açacaqda, indi bugün onun orada itinə, orada həyatına, bağına baxan mənim partiyamın üzvüydü. Ramiz Mehdiyevin bağında onun itinə baxan Müasir Müsavat Partiyasının bu sirri indi açdım. Deməli, bizim partiyanın Abşeron rayon təşkilatının üzvüydü. Bunu mən hər tərəfli necə lazımdır. Dedi ki, filan kəslər gəlir. Dedi ki, elələr ki, məni öldürməsinlər də, bilməsinlər. Başqa kanallarla mən. Dedim, bu gedim də, birdən mənə provokasiya etdilər. Dedi ki, filan saatda, filan vaxt. Ayın xanım, nə edirdilər? İnvalidlər maşınla gedirdilər. Ziya Məmmədov gedirdi, gözümdən görmüşəm. Ziya Məmmədovun qardaşı gedirdi. Mənə bəzən deyirlər ki, filan kəsdən aiddir, adını çəkmə. Nerede oynayanda onun adını çəkməyəcəm. Ona görə ki, yenə hörmətim var, o adama mənim böyük hörmətim var. Mənə deyirlər ki, aid deyilmi, sən onun adını çəksən. O gedirdi. Nə idi? Əbufəz Qarayev orada gedirdi. Ondan sonra digərləri. Deməli, invalidlər maşınına, onun arxa tərəfində bağ var. Gedirlər orada qalır, biraz hərrənirdilər, bir-bir girirlər oraya. Orada bunların iclasları keçirirdi. Nerede oynayırdılar? Nerede oynayırdılar? Yalandan dediler ki, başqa. Amma orada bütün planlar dizilirdi. Bunun hamısını mən özümü öldürürdüm ki, kişi. Bu adam orada dövlət çevrişilir. Deyən bir adam məndən soruşurdum ki, ay Hafizəciv, sən bunu hardan bilirsən? Hafiz bəy, çox maraqlı bir faktı açıqladınız. Məsələn, Ramiz Mehdiyev kimi bir adam ki, o yəni mənə elə gəlir ki, böyle əcdadını öyrənməmiş kimisə evinə buraxmaz. Necə olmuşdu? O qədər də səviyyəli adam. Onu çox necə olmuşdu ki, məsələn, o bilmirdi ki, onun itinə baxan. Yox, nə bilsin ki, Müasir Müsavat Partiyasının. O hardan bilsin ki, onun qaşqasına yazılmış ki, mənim qaşqama, Ramizin qaşqasına yazılmamış ki, bu ermənidir. Hardan bilirdim, bunu mən çıxartdım. Bunu o Naxçıvanda hamı bilirdi. Yox, Naxçıvanda mən açandan sonra danışdılar ki, anası belə olubdu. Yox, mən onu yazmışdım neçə il bundan qabaq. Siz indi jurnalist kimi araşdırdınız. Eldəniz mənə mən 2010-cu ildə bunları deyəndə mənə dedilər ki, ağsaqqalı sən niyə təhqir edirsən? Ağsaqqalı niyə təhqir edən deyənlər bugün deputatdır, Milli Məclisdə deputatdır. Qəzetin baş redaktorlarıdır. Bax, bunu da mən deyirəm. Onlar da, sən nətərdir, burada Milli Şura, bunların hamısı, o Ramiz Mehdiyevsiz, o ağlı olsaydı, bu hərəkətə gedərdi. Ona çörək vermişdi İlham Əliyev, Heydər Əliyev rəhmətliyin hesabına, bir onun nələr, hələ o çıxıb, bir nədir o çıxan. Onu bu günlərdə bir tenderdə, bir tender udmuşlar, tuşlar. Oradan bizim bəziləri hörmətli, indi bu gün də vəzifədərlər, böyüklərdən biri. Deyir ki, Ramiz Mehdiyevin payını da aparın verin. O Türkün adı da buradaydı. Axı hansısa şirkət var. Bu saytları izləsək oradan. O biraz yəni çelişkili məsələ idi. Necə deyirlər, təsdiqlənmədi, bilirəm. Bakı abadlığın adı hallanan bir şirkətdən Tolga adlı bir iş adamından danışırsınız. Rüşvət alanda deyir ki, mən məsələn birinin bugün böyüklərin, birinin oğlunun falan. Yəni o pul ora niyə gedib? Orada biraz böyük sual altında. Pay verirlər də. Bugün onun hökumətdə pay var idi. Hökumətdə, onun burada da yenə, Pusadın özündə. Məsələn, niyə o tipisk prospektdə 4 mərtəbəli villada oturmalıdır? Doğrudan Hafiz bəy, bax, həbs məsələsi, hamı soruşur ki, niyə o həbsdə deyil? Onun orada qalması mikrobdur. Mikrobla o zəhərləyir, milləti yenə zəhərləyir. Yəni, indi də yaş faktoru, filan faktoru, Azərbaycanda dəfələrlə olub. Nə eləyir? Yaşlı olan insanlar həbs olunub, yəni cinayət törədir. O vəkilləri vasitəsindən çölə mesajlar göndərir, vəkilləri vasitəsilə təşkilatlanma iş aparır, vəkilləri vasitəsilə Azərbaycan hakimiyyətində birinci şəxsi ləkələməkdən ötəri Eldar Mahmudovla baravar başqa kanallara yalancı, fake materiallar göndərirlər. Sən bunlar hamısı faktlar deyil, bunu kim başa düşmürsə, onda bu dünyadan xəbəri yoxdur axı bunun. Yəni Ramizin, bu Razimikin, yadınıza gəlir, jurnalistlər ona sual verdilər ki, Qarabağ məsələ, dedi, məndən soruşun bu məsələ. Bir ermənidən soruşdun sanki. Bunun ana arvadından, arvadı yarlara da Gürcistan, elə şey yoxdur, Yerevanda birbaşa ermənidir. Bunun ana arvadından Zakir Qaralovun arvadı xaloğlu xala qızdılar.
Yaxşı, həmin ərəf İkisi də xala qızıdır. Bəli, xologuzlar burada faktdır. Zakir yalandan gedib təzədən rəhmətlik bu qədər xəyanət edibdi. Zakir Qaralov, mən yazanda sənə ki, Kərimov Vəli dövlət əleyhinə işləyir, rəsmi yazdım. Sən Hilton otelində o birinci müavininə gedib indi yalandan dombalırsız rəhmətli kişinin qabağında onunla məsələ həll olur. Sən xəyanətkarsan. Sən Ramiz Mehdiyevlə bir yerdə... Rüstəm Usubovu deyirsən. Rüstəm Usubov da Zakir Qaralovdur. Dedi ki, biz Ramiz Mehdiyev deyir ki, cinayət işi qaldırılırdı. Kərimov Vəli Elçi bəyə xəyanət etdiyinə görə, zəhər verdiyinə görə. 110 nəfər adam dindirilibdir. 110 nəfər rəhmətli qardaşı, köməkçiləri, qohumları, bir hamısı durur. Nabiyallah xanım da durur, o da bilir, o biz hamı bilir. Mir Mahmud ağa bilir, onun uşaq. Buna cinayət işi qaldırmışlar. Ramiz Mehdiyev imkan vermədi. Bakı şəhər prokuroru mənə dedi ki, Halis müəllim, Ramiz Mehdiyev icazə vermir. Mən Zakir Qaralova dedim ki, mənə cavab ver. Keçən səfər axı mən burada göstərdim, mənə rəsmi cavab verir ki, fakt təsdiq olunub, baxılacaqdır. Zakirə mən dedim, Zakir dedi ki, Ramiz ağsaqqal deyir ki, onların işiniz olmasın. Buyur, həmən vaxtı bu məsələni üstü açılsaydı, bu gün də bu məsələlər bizim başımıza dünyada baş qalxıncı olmazdı. Acıqam, sən elə bilsən ki, bizlə razılaşırlar bu faktları üstünü açsanda, Rusiya görsən oradan qıcıqlanır, İran oradan qıcıqlanır. Bütün xarici kəşfiyyatın yanında idi də Ramiz.